elə bilirsiniz ki, meyxana deyən, bax xanım bayaqları deyir ki, şairlər, ciddi şairlər meyxana deyənlərdən aslandır. Siz elə bilirsiniz ki, o problem bizi narahat eləmir. Bizim məhəllədə market var, bir yaşlı kişi şeir yazır, çox pis şeirlər yazır. Hər dəfə də göstərir mənə ki, şair bir dənə bax buna. İndi gəlirəm fiyasko yerinə. Çox pis şeirlər yazır, nəzakət xəttinə deyirəm ki, bunu gözəl yazmısınız, daha yaxşı yazmaq olar. Bir dəfə dilə gəldim, dedim ki, çox pisdir də əslində şeirlərdəzə, bəlkə yazmayasınız. Dedi ki, yaxşı şeir necə olur? Dedim, Ramiz Rövşən. Dedim, böyle baxdı ki, Ramiz Rövşən kimdir? Yanında uşaq işləyir onun köməkçisi. Dedim, sən tanıyırsan Ramiz Rövşəni? Dedi, tanımıram. Dedim, bu ölkədə yəni Ramiz Rövşəni tanımayan var. Bir-iki nəfər də vardı içəridə alış-veriş eldə. Dedim, siz də tanımırsınız Ramiz Rövşəni? Dedi, yox. İndi tragediyaya baxın. O marketin içində Kərim abi şairdir, Ramiz Rövşəni tanımırlar. Yəni problem bundadır. Bu məni narahat eləyir. Siz elə bilirsiniz ki, meyxana deyən, bax xanım bayaqları deyir ki, şairlər, ciddi şairlər meyxana deyənlərdən aslandır. Siz elə bilirsiniz ki, o problem bizi narahat eləmir. Bizim məhəllədə market var, bir yaşlı kişi şeir yazır, çox pis şeirlər yazır. Hər dəfə də göstərir mənə ki, şair bir dənə bax buna. İndi gəlirəm fiyasko yerinə. Çox pis şeirlər yazır, nəzakət xəttinə deyirəm ki, bunu gözəl yazmısınız, daha yaxşı yazmaq olar. Bir dəfə dilə gəldim, dedim ki, çox pisdir də əslində şeirlərdəzə, bəlkə yazmayasınız. Dedi ki, yaxşı şeir necə olur? Dedim, Ramiz Rövşən. Dedim, böyle baxdı ki, Ramiz Rövşən kimdir? Yanında uşaq işləyir onun köməkçisi. Dedim, sən tanıyırsan Ramiz Rövşəni? Dedi, tanımıram. Dedim, bu ölkədə yəni Ramiz Rövşəni tanımayan var. Bir-iki nəfər də vardı içəridə alış-veriş eldə. Dedim, siz də tanımırsınız Ramiz Rövşəni? Dedi, yox. İndi tragediyaya baxın. O marketin içində Kərim abi şairdir, Ramiz Rövşəni tanımırlar. Yəni problem bundadır. Bu məni narahat eləyir.